Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası xarici qeyri-hökumət təşkilatlarına da maliyyə dəstəyi göstərib. Onların layihələri içərisində Azərbaycanın haqq işinə dair mövzularda yer almalıdır. Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası 30 xarici qeyri-hökumət təşkilatına maliyyə yardımı ayırıb. Şuranın sədri Azay Quliyev həmin təşkilatlara 5 istiqamətdə mövzu təqdim edildiyini deyib. Bu qeyri-hökumət təşkilatları dünyanın 15 aparıcı ölkəsini təmsil edib. 5 istiqamətdə biz onlara mövzu təqdim etmişdik. Bunlardan biri deməli insan hüquq bacarıqlarının qorunması. İkinci istiqamət Dağlıq Qarabağ konfliktinin münaqişəsinin həllində qeyri-hökumət təşkilatlarının rolunun artırılması, onların töhfəsinin verilməsi. Üçüncü istiqamət Xocalı soyqırımının tanıdırılması. Dördüncü istiqamət mədəniyyətlərarası dialoqun gücləndirilməsi. Beşinci mövzu deməli İslamofobiya, ksenofobiya və hər cür ilgiçiliyə əleyhinə olan fəaliyyətin dəstəklənməsi. Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının ötən bir illik fəaliyyəti ilə bağlı keçirilən hesabat konfransında çıxış edən Şura sədri Azay Quliyev bildirdi ki, son bir il ərzində Şuranın fəaliyyəti elektron formaya keçirilib. İctimai iştirakçılıq haqqında qanun Milli Məclisdə qəbul edilib. Dünyanın 2 aparıcı ölkəsi ABŞ və Rusiya ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Layihələrin icra olunmasına başlanılıb. İlk dəfə rekord sayda 503 QHT layihəsi maliyyələşdirilib. İndiyə qədər belə bir rəqəm olmamışdır və 2013-cü ildə bizə təxminən 900-ə yaxın layihə təklifi daxil olmuşdur və bu layihə təkliflərindən biz 503-ünü maliyyələşdirdik və bütövlükdə səhv etmirəmsə 5,5 milyon manat vəsait həmin layihələrin icrasına yönəldilibdir. Mən xüsusilə vurmaq istəyirəm ki, bu ildə də biz çalışdıq maksimum dərəcədə qeyri-hökumət təşkilatlarının qarşılaşdığı çətinliklərlə, onların problemlərin həlli ilə bağlı mühüm tədbirlər görə xüsusilə region qeyri-hökumət təşkilatlarının bir ifa bacarığının artırılmasında, onların elektron hesabat formasının hazırlanıb təqdim olunmasındakı çətinliklərin aradan qaldırılmasında çox mühüm layihələr həyata keçirmişik. Şura sədri əlavə etdi ki, 2013-cü ildə yerli və xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədi ilə 3 maliyyə yardımı müsabiqəsi elan olunub. Bundan başqa 2013-cü ilin 1-ci və 2-ci maliyyə yardımı müsabiqələrində maliyyələşən layihələr çərçivəsində 10 təşkilat tərəfindən xarici ölkələrdə 21 tədbir, bir təşkilat tərəfindən Bakı şəhərində 3 dəyərli masa və 1 teledebat keçirilib. 10 kitab nəşr edilib, 1 sayt hazırlanıb. Ümumilikdə bu layihələrə 124.500 manat vəsait ayrılıb. Ülviyə Zülfüqar, Namiq Həsənli, ATV Xəbər.